Salam, hər vaxtınız xeyir olsun əziz və dəyərli izləyicilər. Hər birinizi xoş gördük Mərkəz televiziyasının efirində. Bugün sizlərlə bir çox məsələləri müzakirə edəcəyik və bildiyiniz kimi siyasi mərkəz verilişimiz bir müddət müəyyən səbəblərə görə dayandırılmışdı, amma hal-hazırda yenidən fəaliyyətə başlayırıq və yeni efirdə yeni qonağım var və qonağım yeni simalardan biridir. Ana Vətən Partiyasının sədr müavini Ömər Hüseyndir. Ömər bəy, xoş gördük sizi. Xoş gördük, minnətdaram. Qeyd edeyim ki, Ana Vətən Partiyasına yeni sədr seçildi Günay Ağamalı və Ömər bəy də Günay Ağamalının sədrin müavinidir hal-hazırda. Ana Vətən Partiyası yeniləşmə, gəncləşmə siyasətini həyata keçirir və həmçinin də ətrafında daha çox sağlam gənclərdən ibarət komanda yığır. O komandanın gənc üzvlərindən biri də elə Ömər Hüseynlidir. Gənclərdən bəhs etmişkən 2 fevral Gənclər günü idi bu yaxında və bu Gənclər günü münasibəti ilə cənab prezident İlham Əliyev də bir qrup gənclərlə görüşdü, onları mükafatlandırdı və öz tövsiyələrini verdi. Azərbaycanda cənab prezidentin gəncləşmə siyasəti ilə bağlı modern siyasət sistemi də var və həmin sistemdən bəhs edəcəyik bugün. Ömər bəy, siz Azərbaycanda gənclər siyasəti ilə bağlı, cənab prezidentin gənclər siyasəti ilə bağlı, o cümlədən də Ana Vətən Partiyasının yeni modern gəncləşmə siyasəti ilə bağlı fikirlərinizi bölüşərdiniz, zəhmət olmasa. Təşəkkür edirəm İsmail bəy. Olduqca vacib bir sualdır. Düşünürəm ki, artıq Azərbaycanda prezident İlham Əliyevin gənclər siyasəti fərqli bir modelə keçid eləyir. Fərqli bir modelə keçid dövründədir. Biz bunu nə ilə əlaqələndirə bilərik? Artıq Qərb dünyasının, modern dünyanın tələbləri dəyişib. Yəni, bugün Azərbaycanda və digər ölkələrdə süni intellekt, texnologiya get-gedə inkişaf eləyir. Biz burada da görürük ki, prezident İlham Əliyev bu siyasətin yönünü artıq gənclərə qayğı istiqamətini, gəncləri daha təkmilləşmiş, texnologiyaya inteqrasiya edən, özünü inkişaf elətdirən gənclər yönündə davam etdirməyə çağırış edir. Yəni, bu artıq bizlərə məlumdur. Bunların göstəricisi olaraq belə deyə bilərik ki, 2020-ci ildə 44 günlük vətən müharibəsində tank sürən gənclərimiz var idisə, bu yeni inteqrasiya dövründə artıq texnologiyaya ayaq uyduran, dron hazırlayan və öz gücünü həm bu siyasi sahədə, həm hərbi sahədə texnologiya ilə ayaqlaşdıran yeni bir gənclik dövrü başlayır. Bildiyimiz kimi Qarabağda, Şərqi Zəngəzurda ağıllı kənd, ağıllı şəhər modelləşməsi, konsepsiyası hazırlanır. Burada bizim belə deyə bilərik ki, ağıllı və texnologiya ilə ayaqlaşan gənclərə ehtiyacımız var. Bundan dolayıdır ki, prezident İlham Əliyevin gənclər siyasətində yeni bir era başlanğıcıdır deyə bilərik və o konsepsiyaların idarə olunmasında bu modern dünyanın tələblərinə uyğun gənclərin yetişməsi vacib bir amildir. Digər bir sualınızın ikinci hissəsində gəncləşmə məsələsinə toxundunuz. Bəli, artıq biz görürük ki, fərqli sahələrdə prezident İlham Əliyev gəncləri daha çox önə çıxardır. Bu sadəcə bioloji yaş faktoru deyil, gənclərin özünü inkişaf elətdirən, öz bacarıqlarını önə atan, gənclərin artıq hər bir sahədə parlaması deməkdir. Həm siyasi sahə olsun, həm texnoloji sahə olsun, həm belə deyək, elmi sahələrdə. Bunun bariz göstəricisidir ki, artıq 24 yaşında, 25 yaşında, 26 yaşında gənclər belə deyək ki, digər sahələrdə də özünü deyir. Bəli, öz sözünü deyir. Ana Vətən Partiyası məsələsinə toxundunuz. Ana Vətən Partiyasında gəncləşmə. Bildiyimiz kimi Fəzail Ağamalı, Fəzail müəllim Ana Vətən Partiyasının qurucusu kimi gənclərə böyük önəm verirdi və bunu davam etdirirdi. Zaten məlum olduğu kimi
Günay Ağamalının, Günay xanım Ağamalının sədr seçilməyi də bunun bariz göstəricisidir ki, yeni kadrlar, yeni gənclər, yeni bir siyasət artıq burada özünü göstərir. Günay xanımın sədr seçilməyi və ətrafına gəncləri toplamağı Prezident İlham Əliyevin gənclər siyasətinin qorunub saxlanılmasının bariz göstəricisidir. Bəli. Ömür bəy, siyasətə yeni qədəm qoyan bir gənc olaraq, siyasətdə yeni tanınan sima olaraq, Bəli. gənc sima olaraq çox gözəl ətraflı fikirlərinizi bizlə bölüşdüyünüzə görə təşəkkür edirəm və elə keçid almaq istəyirəm cənab Prezident İlham Əliyevin Abu Dhabi məsələsinə və görüşünə. Bu barədə gənc siyasətçi kimi nə düşünürsünüz? Öz fikirlərinizi bildirərsiniz. İsmail bəy, təsadüfi deyil ki, yəni bu görüş strateji əhəmiyyət daşıyır. Biz bunu belə qeyd edə bilərik ki, bundan öncə Prezident İlham Əliyevin Davosda Donald Trumpla təkbətək görüşü və ardından Əbu Dabi səfəri bizə göstərir ki, artıq Azərbaycan siyasəti qərbdən şərqə uzanır, beynəlxalq müstəvidə öz sözünü deyən bir ölkəyə çevrilir. Yəni Əbu Dabi səfəri zamanı burada demək olar ki, strateji cəhətdən bir çox önəmli mövzuya toxunuldu. Yəni burada siyasi, iqtisadi, enerji, bərpa olunan enerji, müdafiə sənayesi bunlar göstərir ki, artıq Azərbaycan öz sözünü həm qərb dünyasında, həm şərq dünyasında deyir. Məlum olduğu kimi belə qeyd edə bilərik ki, heç kim zəif bir güclə, zəif bir ölkə ilə əməkdaşlıq etməz. Əgər böyük dövlətlər, hegemon dövlətlər bu əməkdaşlığa bizlə gəlib bu masada otururlarsa, Prezident İlham Əliyevlə bu masada otururlarsa, deməli ki, artıq Azərbaycan yeni bir mərhələyə qədəm qoyur. Mən düşünürəm ki, Əbu Dabi səfəri Azərbaycanın gələcəyində yeni bir mərhələnin başlanğıcıdır. İnşallah ki, bu siyasət uğurlu nəticələrini göstərəcək. Əlbəttə, inşallah ki, Azərbaycan Prezidenti İlham Əliyevin ümumi bugün üçün yox, gələcək üçün çoxşaxəli siyasəti və geosiyasəti artıq hamımıza bəllidir. Bunun ən gözəl bariz nümunələrindən biri 44 günlük savaşda Azərbaycan dövlətinin torpaqlarının azadlığını təmin etməsindən keçir və Ömür bəy, digər məsələlərdən biri isə elə beynəlxalq səviyyədə Azərbaycanın rolundan danışırsa, Trumpla İlham Əliyevin təkbətək görüşünü biz şahid olduq Davos səfərində və ABŞ-Azərbaycan münasibətlərində hansı yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər bu proses? Sualınız üçün təşəkkür edirəm. İsmail bəy, bu olduqca fundamental bir sualdır. Yəni bilirsiniz, siyasətdə bəzən simvollar daha böyük əhəmiyyət daşıyır. Nəyə görə? Çünki bəzən imzalanan sənədlərdən daha çox mesaj verir. Qlobal elitanın gözü qarşısında, gözü önündə Prezident İlham Əliyevin Donald Trumpla görüşü sadəcə düşünürəm ki, diplomatik bir protokol deyildi. Bu həm də bir paradigma dəyişikliyi idi. Biz bu mərhələni strateji praqmatizm və tranzaksiya dövrü kimi xarakterizə edə bilərik. Çünki Biden dövründə Azərbaycana qarşı liberal dəyərlər, siyasi təzyiqlərin, ikili standartların şahidi olurdu. Yəni bu da bizimlə bəzən üst-üstə düşmürdü. Amma hal-hazır ki, Trump dövrünə nəzər saldığımız zaman görərik ki, Amerika hər şeydən öncədir doktrinası ilə İlham Əliyevin, Prezident İlham Əliyevin milli maraqlar doktrinası üst-üstə düşür. Biz bu məsələni 3 fərqli başlıq altında şaxələndirə bilərik. Belə deyə bilərik ki, Donald Trumpla Prezident İlham Əliyevin birbaşa görüşü bunu göstərirdi ki, aradakı bürokratik maneələr qalxdı. Azərbaycanın suverenliyi Vaşinqton tərəfindən qeydsiz, şərtsiz qəbul olundu. Yəni bu qəbul olunması deməkdir. Çünki öncələr arada maneələr olurdu, bürokratik maneələr, Dövlət Departamentinin belə deyək, bəzi məmurların araya girməsi təbii ki, bu ABŞ tərəfindən söhbət gedir. Amma indi
birbaşa görüş onu göstərdi ki, Washington tərəfi Azərbaycanın suverenliyini qeyd-şərtsiz qəbul edir. Artıq ikinci bir məsələyə toxuna bilərik ki, münasibətlər artıq süni demokratiya dərsləri üzərindən yox, real iqtisadi layihələr üzərindən gedir. Yəni təhlükəsizlik və qarşılıqlı fayda prinsipi üzərindən qurulur. Öncələr isə Biden dövrünə nəzər salsaq, Amerikada lobbiçilik çox belə deyək, erməni lobbiçiliyi çox üstün bir yer tuturdu və bundan dolayıdır ki, anti-Azərbaycan ideologiyası formalaşmışdı. Amma artıq Donald Trump'ın gəlməsi ilə, Donald Trump'ın ikinci dövrü ilə bu lobbiçilik qırıldı və anti-Azərbaycan düşüncəsi aradan qalxdı. Yəni bu təkbətək görüşlər erməni lobbisinin qırılması demək idi. Mən belə düşünürəm. Biz nəzər salsaq, artıq Amerika və Azərbaycan kövrək əməkdaşlıqdan belə deyək, kövrək əməkdaşlıqdan çıxaraq Azərbaycan və Amerika xarici siyasətinin qızıl dövrünü yaşayır desək daha doğru olar. Elədir. Tamamilə doğrudur. Ömər bəy, bu görüş Azərbaycan liderlərinin artıq regional yox, qlobal siyasi oyunçu kimi qəbul etdiyini göstərə bilərmi? Və yaxud da sualı bir başqa cürdə netləşdirim. Yəni konkret hansı faktorlar bunu şaxələndirir? Prezident İlham Əliyevin regional yox, qlobal oyunçu kimi. Bəli. Yəqin ki, bəli, bu tamamilə doğrudur. Yəni biz bunu deyə bilərik ki, regional termini artıq İlham Əliyevin miqyasına dar gəlir. Yəni artıq bu görüşlə təsdiq etdi ki, Azərbaycan prezidenti transregional körpü qurucusu və qlobal təhlükəsizlik arxitekturasının vacib elementidir. Yəni biz bunu nəzərə almaq lazımdır. Bunu əsaslandıran faktorlar deyəndə biz bir çox məsələni nəzərə almalıyıq. Son dönəmlər 2024-2025-ci illərə nəzər salsaq görərik ki, qoşulmama hərəkatı, COP29 irsi bu Azərbaycanın COP29-a uğurlu sədrliyi və qlobal cənubun səsi kimi çıxış etməsi Qərbdə ciddi rezonans doğurdu. Biz bunu diqqətə almalıyıq ki, Trump pragmatikdir. Yəni Trump praktiki faydaya önəm verir. O bir yerə də, yəni biznesmen düşüncəsi ilə baxdığı üçün bir yerə də praktiki faydası olmazsa, o məsələlərə çox da yaxından nəzər salmaz. Və hal-hazırda Azərbaycana Mərkəzi Asiyanın qapısı kimi baxır. Çünki bugün ABŞ-ın Çinlə belə deyək, Çini balanslaşdırmaq üçün Mərkəzi Asiyaya hava və su kimi ehtiyacı var desək, yəni yalan olmaz. Rusiya və İran marşrutları bağlıdır. Yalnız Bakı qalır, yəni yol Bakıdan keçib. İlham Əliyev və Türk Dövlətləri Təşkilatının liderlərindən biri kimi Qərblə Şərq arasında yeganə etibarlı bir moderatordur. Biz bunu nəzərə almağımız lazımdır. Trump İlham Əliyevlə görüşü zamanı həm də 5 Mərkəzi Asiya dövlətinə mesaj verməyə çalışırdı. Yəni o əlaqələri qurmaq və o 5 Mərkəzi Asiya dövlətinə mesaj verir. Və üçüncü məsələ isə bunu təbii ki, gözdən qaçırmamaq lazımdır. Şəxsi xarizma və liderlik. Çünki biz sualımız ondan ibarət idi ki, artıq regional yox, qlobal oyunçu kimi. Təbii ki, Trump güclü liderləri sevir. Zəifin yanında heç kim olmaz. Bu açıq və bariz göstəricidir. İlham Əliyevin 2020 və 2023-cü illərdə ərazi bütövlüyünü bərpa etməsi, suverenliyini tam təmin etməsi onu belə ABŞ prezidentinin, Donald Trump'ın gözündə qalib lider simvoluna çevirdi. Yəni biz bunu nəzərə aldığımız zaman Azərbaycanın qlobal arenada daha çox söz sahibi olmasının səbəbi İlham Əliyevin qalib lider kimi çıxış etməsidir. Təşəkkür edirəm. Təşəkkür edirəm Ömər bəy. Və bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, hətta
Tramp administrasiyasının əvvəlki dövrü ilə müqayisədə Cənubi Qafqazdan baxış açısında, yəni hal-hazırki baxışında bəzi dəyişikliklər müşahidə olunur. Siz necə düşünürsünüz? Varmı belə bir dəyişiklik? Hətta bunu belə deyə bilərik ki, Trump'ın biz Trump'dan önceki Biden administrasiyası məsələsinə biraz sonra toxunacağam. Burada mən Trump'ı bir önceki dönəmi ilə belə deyim, əlaqələndirmək istəyirəm. Əvvəlki dönəmlə indiki dönəmin arasında gecə ilə gündüz qədər fərq var. Trump'ın Sizə nədən irəli gəlir bu fərq? o məsələ ondan irəli gəlir ki, öncələr ABŞ Azərbaycana, yəni hətta buna Trump desək, o dönəmki prezident Trump idi. 2016-2020-ci illərdən söhbət gedir, Trump'ın prezidentliyi dövrü. ABŞ Azərbaycana belə deyək, hətta Azərbaycana, tək Azərbaycana yox, Cənubi Qafqaza desək daha doğru olar. Burada tək Azərbaycandan söhbət getmir. Cənubi Qafqaza Rusiyanın arxa bağçası kimi baxırdı. Yəni bu açıq və aydın göstəricisi idi. Lakin 2016-2020-ci illərdə Trump yeni hakimiyyətə gəlmişdi və daha çox daxili siyasətlə başı qarışmışdı və xarici siyasətdə və Cənubi Qafqazla heç yaxından əlaqələri yox idi. Amma indiki dövrlə müqayisə etsək, 2025-2026-cı il Trump dövrü ilə müqayisə etsək, artıq Cənubi Qafqaza baxışı dəyişib. Yəni izolyasiyadan aktiv iştirakçılığa keçid eləyib. Və biz bunu deyə bilərik ki, Trump'ın birinci dövründə ATƏT-in Minsk qrupu faktiki olaraq iflic vəziyyətdə idi və bundan dolayıdır ki, Azərbaycanın haqq səsi Trump'ın birinci dövründə doğru şəkildə analiz edilmirdi və əlaqələndirilmirdi. ABŞ bu məsələlərə göz yumurdu. Amma biz Trump dövründən sonraki, Trump'ın birinci dövründən sonraki dövrə, Biden dövrünə nəzər salsaq, görərik ki, Biden həmən dönəmdə ideoloji müdaxilə cəhdləri edirdi. Yəni Ermənistanı süni şəkildə demokratiyanın qalası adlandırırdı. Bu da dərindən araşdırıldığı zaman və bəlkə bu bilmirəm nə qədər doğrudur, amma Biden erməni kökənli olmasına gətirib çıxarır ki, Ermənistan labiçiliyini bu qədər dəstəkləyirdi və Ermənistanı demokratiyanın qalası kimi təqdim edirdi, Azərbaycanı görməzdən gəlirdi. Düşünürəm ki, bunun nəticəsi idi. Amma Trump'ın biraz öncə dediyim kimi indiki dövrünə nəzər salsaq, Trump biznes yönümlü bir şəxs idi, realist bir insandı. Yəni o daha çox faydaya önəm verir. Bayaq diqqətinizə çatdırdım, pragmatik şəxsdir. İndi Trump düşünür ki, münaqişə bitdi, biznes qurulmalıdır. Və bundan dolayıdır ki, Qarabağ problemini artıq bağlanmış hesab edir. Həqiqətən də elədir. Yəni biz Qarabağ problemini 2020-ci ildə bağladıq. Amma Trump'ın ikinci dövründə bunu qəbul etməsi göstərir ki, Azərbaycan qlobal müstəvidə öz sözünü ictimaiyyətə çatdıra bilib. Onlar üçün əsas hal-hazırda önəmli tutulan məsələ sülh müqaviləsi və kommunikasiyaların açılmasıdır. İndi isə Trump Azərbaycana investisiya məsələsi, yəni bu investisiyanı ön plana çıxardıb. Artıq regionda GHT-lər bildiyimiz kimi öncəki zamanda, yəni Biden dövrü və ondan öncəki dönəmdə GHT-lər üstünlük təşkil edirdi. İndi isə ABŞ belə deyək, Donald Trump istəyir ki, texnologiya şirkətləri vasitəsilə Cənubi Qafqaza, hətta Azərbaycana daxil olsun. Burada ikinci məsələyə toxunmaq istəyərdim. Trump Paşinyana açıq mesaj verir ki, təhlükəsizliyin yolu, yəni artıq sən təhlükəsiz qalmaq istəyirsən, yəni təhlükəsizliyin yolu Parisdən keçmir. Çünki biz dəfələrlə müharibə dönəmində də gördük ki, Ermənistan Fransaya doğru yıxılırdı. Bu açıq göstəricisi idi, yəni hər kəsin gördüyü bir şey idi. Yəni bu gizli bir şey deyildi. Ondan dolayıdır ki, Trump açıq mesaj verir ki, əgər təhlükəsizlik yolunu axtarırsansa, bu Parisdən yox, Bakı və Ankaradan keçir. Yəni bu
Çünki Türkiyənin ikinci Qarabağ müharibəsində dəstəyi də yəni danılmazdır. Qısaca desək, Donald Trump Cənubi Qafqaza problem mənbəyi kimi baxmır artıq. Bu potensiallı iqtisadi güc kimi baxır. Bunun səbəbi də bizim biraz öncə dediyimiz kimi artıq Prezident İlham Əliyev regional müstəvidən çıxmış, qlobal müstəvidə öz sözünü deyir. Yəni Əbu Dabiyə səfəri, o bayaq diqqətinizə çatdırdığım şərqdən qərbə, daha doğrusu qərbdən şərqə uzanan yol, Prezident İlham Əliyevin Donald Trumpla təkbətək görüşü, bunlar hamısı açıq göstəricidir. Təşəkkür edirəm Ömər bəy dəyərli fikirləriniz üçün və sonda bir şey xatırladım ki, İlham Əliyevin elə öz çıxışından səhv eləmirəmsə Ağdamdakı görüşlərin birində demişdi ki, mən düşünürdüm ki, dünyada ədalət yoxdur. Əgər dünyada ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Amma sonra gördüm ki, dünyada ədalət var və biz ən sonda bu ədaləti bərpa elədik. Bunun üçün də çalışmaq lazımdır, vuruşmaq lazımdır, inam itirməmək lazımdır, sona qədər getmək lazımdır. Xatırladım ki, elə cənab prezident 44 günlük müharibədə elə torpaqlarımızı Trump administrasiyasının dövründə yox, elə ona qarşı gələn Biden administrasiyasının dövründə geri qaytara bildik. Və bu da güclü iradənin bariz nümunəsi idi. Təşəkkür edirəm sizə Ömər bəy və buradan Ana-Vətən Partiyasının sabiq sədri deyək Fəzail Ağmalıya və hal-hazırki sədri Günay xanıma da təşəkkür edirəm ki, uğurlu gənclərə daha çox üstünlük verirlər sizin kimi və həm də mən keçən gün bir məsələni vurğulamaq istəyirəm ki, Ana-Vətən Partiyası modernləşən bir partiyadır, gənclərə üstünlük verən partiyadır. Bununla da yanaşı milli mənəvi dəyərləri unutmayan bir partiya olaraq gündəmdə qalır və həmçinin də 2 fevralda keçirilən gənclərlə görüşdə də biz yəqin ki, hamı da izlədi ki, orada daha çox bizim mənəvi köklərimizə bağlı olan tarımızın, sazımızın və milli rəqslərimizin, milli adət-ənənələrimizin davamçısı olan həmin o körpə-balalar, gənclər ön plana çıxarıldı. Təşəkkür edirəm Ömər bəy, dəyərli vaxtınızı ayırıb efirə qoşulduğunuz üçün minnətdarım. Çox sağ olun, var olun, minnətdarım. Çox xoş oldu.